1. Sprey. 3. Görünməyən təsir. Nəfəs yollarında qıcıqlanma, allergik reaksiyalar, dəridə həssaslıq. Siz sıxırsınız, o havaya qarışır və bir hissəsi nəfəsimizə daxil olur. Parıltı qalır, amma hava dəyişir. Ən maraqlısı nədir? Beyin bunu təhlükə kimi yox, təmizlik qoxusu kimi qəbul edir. Alternativ nə var deyə heç düşünmüsünüz? Baxın, sizə məsləhət görəcəyim bir vasitə. Fiber dəsmal. 2 il ərzində siz bununla təmizləyirsiniz. Sprey yoxdur, buxarı yoxdur. Sadəcə su və silib keçirsiniz. Kiri mexaniki şəkildə götürür. Şüşə yenə parıldayır. Amma bu dəfə görünməyən yük yoxdur.